138-ci suala baxaq. Deməli, proseslərdə istifadə olunan maddələri uyğunlaşdırın. İşıqlı fazasında istifadə olunur su, qaranlıq fazasında karbon qazı istifadə olunur, ATF enerjisi istifadə olunur, bir də hidrogen atomları. 1A, B, C, D. Cavabımız D variantı. 139-cu sual. CO2 üstəgəl hidrogen bərabərdir glikoz üstəgəl su. Reaksiyası hansı canlılara aiddir? Hidrogendən istifadə etdiyinə görə bu yaşıl bakteriyalara aiddir. D. %40-cı sualda. Hansı mülahizə mikroorqanizmin eukaryot və prokaryot olduğunu dəqiq bilməyə kifayət edir? Deməli, qamçısı var. Xeyr, həm prokaryotlarda, həm eukaryotlarda qamçı var. Ola bilər. Yəni, bu yanlış fikirdir. ATF sintez edir hər ikisi. Ribosomda zülal sintez olunur hər ikisində. Sitoplazmada transkripsiya baş verir. Bəli, çünki transkripsiya onlarda nüvə olmadığına görə sitoplazmada baş verir. Bunun eukaryot və prokaryot olmasına sitoplazmada əgər transkripsiya baş verirsə, bu prokaryot orqanizmdir. Translyasiya isə hər ikisində sitoplazmada baş verir. 141-ci sual. İndi baxaq. Deyir ki, verilmiş qrafiklərdəki biokimyəvi prosesləri icra edən orqanlar müvafiq olaraq ardıcıllığa uyğundur. Deməli, birinci oksigeni azaldır. Sonra karbon qazını çoxaldır. Deməli, bu ola bilər mitoxondri. İkinci, karbon qazını azaldır, üzvü maddəni çoxaldır. Bu ola bilər xloroplastlar. Sonra, deməli, glikozanı azaldır, nişastanı çoxaldır. Bu olacaq leykoplastlar. Üzvü maddənin toplanması prosesi gedir. Digəri, dördüncüsü, amin turşusunu azaldır, zülalı çoxaldır. Bu da ribosom. Deməli, dördünün də uyğunluğu cavab B variantı. 142-ci sual. Şəkildə rəqəmlə verilmiş hansı orqanoidlərdə proton kanalı yaranır? Proton kanalı, yəni ATF sintetazanın fermentinin təsiri ilə yaranır. Potensiallar fərqi. Bu, xloroplastlarda və mitoxondrilərdə baş verir. XY. Cavabımız B variantı. 51 amin turşusundan ibarət olan zülal zəncirinin hüceyrədə translyasiya müddətini soruşur. Əgər 51 amin turşusundan ibarətdirsə, 5 amin turşusu 1 saniyəyə minimum sürətlə birləşərsə, 51 x. X bərabərdir 51-i bölməliyik 5-ə. Dəqiq hesablayın. Bunun cavabı elədir 10,2. Digər tərəfdən, əgər maksimum sürətlə bizdən soruşarsa, 6 amin turşusu 1 saniyəyə, 51 amin turşusu x. X bərabərdir 51-i bölürük 6-ya. 8,5 saniyə. Deməli, cavabımız 10,2 və 8,5 saniyə. D variantı. Heyvan hüceyrəsində əmələ gələn ümumi ATF enerjisinin neçə faizi bilavasitə sitoplazmada əmələ gəlir? Bu deməkdir ki, heyvan hüceyrəsində əmələ gələn ümumi enerji 1520 kilojulun 100%dirsə, bilavasitə sitoplazmadan əmələ gəlir. 80 kilojul
yəni glikoliz prosesi x bərabərdir 80 vurulsun 100 bölünsün 1520. Bu da bərabərdir. Hesablayanda cavabımız hardasa 5% eləyəcək təxmini. Cavab A variantı. %46. Heyvan hüceyrəsində əmələ gələn ümumi ATF enerjisi neçə faizi mitoxondrilərdən əmələ gələr? Əgər 5% sitoplazmada əmələ gəlirdisə, 95% də mitoxondrilərdən əmələ gəlir. 146. Zülal molekulunun translyasiyası zamanı kimyəvi elementlərin nüvələrinin tərkibində 2000 proton olan su molekulları əmələ gəlmişdir. 2000 protonun 2000-i biz bölürük 10-a. Çünki bir suda 10 proton var. Bu eləyir 200 mol su. Deməli, burada 201 amin turşusu var. Bu zülalın sintezinə nə qədər vaxt sərf olunmuşdur? Gəlin yuxarıdan yazaq. 5 amin turşusu 1 saniyəyə zəncirə birləşirsə, 201 amin turşusu x. X bərabərdir 201-i bölürük 5-ə. Cavabımız hesablayanda 40,2. Digəri 6 amin turşusu 1 saniyə birləşirsə, 201 amin turşusu 2 saniyə. X bərabərdir 201-i bölürük 6-ya. %33,5. 40,2 və 33,5. Cavabımız B variantı. 147-ci sual. Zülal molekulunun translyasiyası zamanı kimyəvi elementlərin nüvələrinin tərkibində 2000 proton olan su molekulları əmələ gəlmişdir. Yəni 200 mol su var burada. İndi bu zülalın orta nisbi molekul kütləsi 200 mol su varsa 201 amin turşusu var. Onda 110-a vuramalıyıq. 210, 201 22.110 eləyir cavab. A variantı. 148. Qlikozanın oksigenli parçalanması zamanı ATF sintezinə 11.520 kilojol enerji sərf olunub. Oksigenli parçalanmadan söhbət gedir. Bu zaman neçə mol glikoza parçalanmış və cəmi neçə mol ATF əmələ gəlmişdir? Deməli, oksigenli parçalanma zamanı 1440 kilojol ATF-in sintezinə sərf olunur. Bu 1 mol glikozanın parçalanmasıdır. Amma 11.520 kilojol enerji x mol. X-i da oradan tapırıq 8 mol glikoza. İndi bu zaman deyir, neçə mol glikoza parçalanmış və cəmi neçə mol ATF əmələ gəlmişdir. 1 mol glikoza parçalananda sonda 36 oksigenli mərhələdə, 2 mol da oksigensiz mərhələdə əmələ gəlir. Toplamda 38 mol eləyir. Bizdən oksigenli mərhələni soruşur. Deməli, 8 molu vururuq 36-ya. Buradan da cavab eləyir 288. Cavabımız 8 mol və 288 ATF. Digər tərəfdən 149-cu sual. Deyir ki, uşaq biz quyruğunun əzələ fəaliyyətinə 200 kilojol enerji sərf olunmuşdur. Bu tələbatın ödənilməsi üçün neçə qram glikoza parçalanıb? Uşaq biz quyruğu oksigensiz mühitdə yaşayır və bunun əzələ fəaliyyətinə 200 kilojol enerji sərf olunub. Normalda 80 kilojol enerji sərf olunanda 1 mol glikoza parçalanır. Ancaq 200 kilojola deməli x bərabərdir. Buradan 200 vurulsun 1 bölünsün 80-dən
qramdan da 1 molda neçə qram hesablayaq? 180 qramdan kütləsi. 180 bölünsün 80-ə. Bunun da cavabı 450 qram eləyəcək. 150-ci sual. Yetkin insan asqaridinin əzələ fəaliyyətinə 400 kilojul enerji sərf olunub. Deməli, 80 kilojul əgər sərf olunsaydı 1 mol glikoza sərf olunardı parçalanmasına. 400 kilojula da x bərabərdir 400-ü 80-ə böləndə eləyir 5 mol. 51-ci sualda 2 dəqiqə ərzində, yəni yazaq t-ni, t bərabərdir 2 dəqiqə, bunu da saata çevirək, 60-da 2 kimi yazaq. Ərzində 268,8 litr oksigen əmələ gətirən bitkinin yarpaq sahəsi nəyə bərabər olmalıdır? Gəlin bunu ən aşağıdan yazıram. Deməli, glikozanın reaksiyasının tənliyi belədir. 6 mol karbon qazı üstə gəl 6 mol su alınır. C6H12O6 üstə gəl 6 molekul oksigen. İndi bizə deyir ki, 268,8 litr oksigen. Bunu da vururuq. 6 vurulsun 22,4 litrə normaldan. 6 vurulsun 22,4 litr 180 qram glikozandan əmələ gəlib. 268,8 x qram glikoz var. X bərabərdir 180 vurulsun 268,8 bölünsün 6 vurulsun 22,4-dən. Deməli, bununla bu ixtisar gələndə burada qalır 2. 360 qram glikoza. İndi bizə t-ni də verib 60-da 2 saata çevirdik də biz bunu. Saat m bərabərdir 360 qram. Bizdən yarpağın sahəsini soruşur. S bərabərdir m bölünsün t düsturundan. M-i 360 bölünsün 2 sonra vurulsun 60 30 eləyir. 360 vurulsun 30-dan 108 2 dənə də 0. Cavabımız deməli D variantı. 152-ci sual. Genin kodlaşdırıcı hissəsinin transkripsiyası zamanı 6462 qram su ayrılan zulal molekulunun ribosomda maksimal translyasiya müddəti. Deməli, 6462 qramı biz mola çevirək. Bölək 18 qram suya. Bir dəqiqə hesablayım. 6462 359 mol su eləyir. 359. Deməli, bu zulal 360 amin turşusundan ibarətdir. İndi maksimal translyasiya müddəti o deməkdir ki, bu çox sürətlə, yəni 6 amin turşusu 1 saniyəyə birləşib. 360 amin turşusu x saniyə. X bərabərdir 360 bölünsün 6-ya, cavab 60 saniyə. C variantı. 53-cü sual. 10 qram karbohidrat sintez etmək üçün bitkinin yarpaq sahəsinə nə qədər günəş enerjisi düşməlidir? Deməli, 10 vurulsun 17 karbohidratın enerjisi 17,6 kilojoldur 1 qram. 10 qrama eləyir 1176. Və günəş enerjisində bitki 1%-dən istifadə elədiyinə görə vururuq 100-ə. Cavabımız 17600. C variantı. 154-cü sual. 5 kvadrat metr yarpaq sahəsinə 1 saat ərzində nə qədər günəş enerjisi düşür? Deməli, bunu altındakini silirəm.
Deməli, buradan qeyd edeyim. S bərabərdir 5 kvadrat metrdən. T bərabərdir 1 saat. M bərabərdir S vurulsun T bərabərdir 5 qram. İndi 5 qram 1 qram olandan 1760 kilojul enerji düşməlidir. 5 vurulsun 1760'a bərabərdir 8800. Cevabımız Y variantı. %55. sual. Glikoliz prosesi zamanı ayrılan suyun ümumi kütləsi 108 qram olmuşdur. Deməli 108'i bölürük 18'e. 108 qramı bölürük 18 qrama da eləyir 6. Deməli 6 mol su alınıb buradan. Bu zaman neçə mol glikoza süt turşusuna parçalanmış və neçə mol ATF sintez olunmuşdur? Glikolizin tənliyində deməli 1 mol glikozla parçalananda 2 molekul su və 2 mol ATF alınır. Burada 6 mol su alınıbsa deməli 3 mol glikoza parçalanıb. Və 6 mol da ATF əmələ gəlib. Cavabımız Y variantı. 156. Polipeptid zəncirin translyasiyası 1 dəqiqə müddətinə başa çatırsa, yəni 60 saniyəyə başa çatırsa, bu zaman ayrılan suyun kütləsi neçə qram olar? İndi biz burada minimumla həm də maksimumla hesablamalıyıq. Deməli, belə deyək, 1 saniyəyə 6 amin turşusudursa, 60 saniyə x. X bərabərdir 360 amin turşusu. Bu biri. Və yaxud digər tərəfdən 1 saniyəyə 5 amin turşusudursa 60 saniyə x. X bərabərdir 300 amin turşusu. İndi bizdən ayrılan suyun kütləsini istəyir. 360 amin turşusu iştirak eləyibsə, həmin zolal molekulunda 359 mol su ayrılıb. Vururuq 18'e. 359'u 18'e vuranda 6442 eləyir. 6442 62. Digər tərəfdən 300 amin turşusu var idi. 300 amin turşusundan da bir ədəd əksik su molekulu ayrılır. 299 vurulsun 18'e. $5382. Cevabımız B variantı. Polipeptid zəncirin 1 molunun translyasiyası zamanı ayrılan suyun kütləsi 3600 qramdır. Deməli, bunu molekula çevirək. 3600'ü bölək 18'e bərabərdir 200 mol su. Deməli, 201 amin turşusundan ibarətdir bu. Və 201'i biz vurmalıyıq 110'a. Cevabımız hesaplayayım. 201 vur 22.110. C variantı. mRNA-də amin turşuları kodlaşdıran tripletlərin kütlələrinin cəmi 360 mindir. Bu mRNA üzərində kodlaşmış zolal neçə amin turşusundan təşkil olunub? Bir nukleotidin kütləsi 300 qramdır. Bir triplet 3 nukleotiddən ibarət olduğuna görə bir triplet 900 qram eləyir. Atom kütlə vahid edir. 360 mini biz bölürük 900'e. Buradan sıfırları silək. Eləyir 400 amin turşusu və yaxud 400 triplet. İndi neçə amin turşusundan təşkil olunur deyir. Cevabımız 400.
mRNA-də amin turşuları kodlaşdıran tripletlərin kütləsi verilib. Yenə də burada 90.000 verib. 90.000-i bölürük 900-ə. Cavabımız 100 amin turşusu. Nisbi molekul kütləsini dediyinə görə 100-ü 110-a vururuq. Cavabımız B variantı. 160-cı sual. Deyir ki, glikozanın oksigenli parçalanması zamanı əmələ gələn bütün enerjinin protonların ATF sinteza kanalından keçməsi hesabına hasil olunması nəzərə alınarsa, ATF sinteza fermenti kanalından 1 mol hidrogen katyonu protona keçərkən ayrılan enerjinin nə qədəri ATF molekulunun sintezinə sərf olunur? Deməli, normalda 24 hidrogen protonu keçərkən 2600 kilojul enerji ayrılır. İndi bizdən deyir ki, bir hidrogen, amma burada deyir ki, ATF sinteza fermenti kanalından ayrılan enerjinin nə qədər ATF molekulunun sintezinə 2600 kilojulun 1440 kilojul ATF-in sintezinə sərf olunur. Deməli, 24 hidrogen protonunun 1440 kilojulu ATF-in sintezinə sərf olunur. Qalanı istilik şəklində yayılır bu 2600 kilojuldan. Və bizdən bir hidrogen atomu keçərkən nə qədər ATF-in sintezinə sərf olunar deyir. Və x bərabərdir 1440-ı bölürük 24-ə. Bunu da hesablayanda cavabımız 60. A variantı. Sonra 161-ci sual. Glikozanın oksigenli parçalanması zamanı əmələ gələn bütün enerjinin protonların ATF sinteza kanalından keçməsi hesabına hasil olunması nəzərə alınarsa, ATF sinteza fermenti kanalından 1 mol hidrogen katyonu keçərkən ayrılan enerjinin nə qədər istilik şəklində ayrılar? Bayaqki sualın əksidir. 24 hidrogen protonu keçərkən 2600 kilojul enerjidən 1160 kilojulu istilik şəklində ayrılır. 1160 kilojulu. Deməli, bir hidrogen protonu keçərkən x bərabərdir 1160 bölünsün 24-ə. Buradan da ixtisar aparsaq cavabımız 48. B variantı. 162-ci suala baxaq. Mitoxondrilərin membranının lipid qatından keçə bilən ionlar ATF sintezini poza bilərmi? Bəli, poza bilərlər. Onda kristlərin membranında potensiallar fərqinin azaltmaq qabiliyyətinə malikdirlər ona görə. Cavabımız Y variantı. 163-cü sual. Nuklein turşularının müxtəlif növlərində eyni amin turşularına uyğun gələn tripletlər hansı sırada düzgün verilmişdir? Eyni amin turşusu olsun. Xeyr, bu deyil. A, S, U, U, G, A, T, G, A. Bəli, bu variant uyğun gəlir. 164-cü sual. Deyir ki, əgər hər bir amin turşusu 2 nukleotidlə kodlaşdırılsaydı, zülal molekulunun sintezində maksimum neçə cür amin turşusu iştirak edərdi? O zaman bizdə normalda 4 nukleotid 3-3 kodlaşdırılır və 64 triplet əmələ gəlir. Və burada 2 nukleotidlə kodlaşdırılsa, deməli 4/2. Cavabımız 16 eləyərdi. D variantı. 65-də birinci ardıcıllıqda olan məntiqə əsaslanaraq ikinci ardıcıllıqdakı sual işarəsinin əvəzinə uyğun gələn termin istəyir. Glikozadan glikogen alınır və maddələr mübadiləsi edilir. Digər tərəfdən glikozadan
glikogenin alınması, yəni kiçik molekulu birləşmələrdən böyük molekulu birləşmələr bu anabolizm və plastik mübadilə nəticəsində olur. Tənəffüs deyil, həzm deyil, progestoz deyil, amma yapmaq sözünün mənası plastik mübadilə deməkdir. Cavabımız D variantı. 166-cı sual. İkinci ardıcıllıqda olan məntiqə əsaslanaraq birinci ardıcıllıqdakı sual işarəsinin əvəzinə uyğun gələn termini. Deməli, glikozadan glikogenin alınması plastik mübadilə nəticəsindədir. Amma glikozadan glikogen və yaxud əksinə glikogendən glikozanın alınması maddələr mübadiləsi hesabına gedir. Bu C variantı. 167-ci sual. Müəllimə sutkalıq enerji sərfiyyatının 13.474 kilojul yalnız karbohidratların hesabına ödənildiyini təsəvvür etsək. Deməli, İlk öncə baxaq ki, 1 qram karbohidrat parçalanda 17,6 kilojul enerji ayrılır. 13.474 kilojul enerji x qram karbohidratın parçalanmasından alınır. Burada x-i tapırıq 766 qram karbohidrat və bizdə 14 saatlıq işıqlı gün ərzində deyir. T bərabərdir 14 saat. M bərabərdir 760-a və S-i soruşur buradan. S bərabərdir M bölünsün T düsturundan 760-ı bölürük 14-ə. Buradan da cavabımız 760-ı 14-ə böləndə 55 kvadrat metr eləyir. Cavabımız D variantı. %168-ci sual. mRNA-nin amin turşusu kodlaşdıran hissəsindəki nukleotit sayı N-dirsə, bu mRNA-də sintez olunacaq zulalın nisbi molekul kütləsi necə hesablanır? Əgər N qədər nukleotit varsa, nukleotitin sayını 3-ə bölərək biz tripletin və yaxud amin turşusunun sayını hesablayırıq. Dəqiq. Deməli, N bölünsün 3 ilə biz amin turşusunun sayını hesablayırıq. Və burada zulalın nisbi molekul kütləsini istədiyinə görə həmin N bölünsün 3-ü vururuq 110-a. Bir zulalı amin turşusunun çəkisinə. Cavabımız A variantı. 169-cu sualda. Hüceyrədə sintez olunan zulalın orta nisbi molekul kütləsi M-dir. Bu zulalın sintez olunduğu mRNA-nin amin turşuları kodlaşdıran hissəsində neçə nukleotit var? M-i bayaqki sualın əksidir. 110-a bölürük, sayını tapırıq amin turşusunun və həmin amin turşusunun sayını vururuq 3-ə. Cavabımız A variantı. Bölək, bölmə C variantındadır. 170-ci sual. Bir zəncirli zulal molekulunun translyasiyası zamanı N çıxılsın N amin turşusunun sayıdır. Qədər su molekulu ayrılıb. Onda bu zulalı kodlaşdıran mRNA-nin amin turşuları kodlaşdıran hissəsinin sintezi zamanı neçə molekul su ayrılır? Əgər N amin turşularının sayıdırsa, o zaman 3-ün çıxılsın bir qədər su ayrılır. C variantı. 171-ci sualda 820 peptid rabitəsinə malik olan bir zəncirli zulalın 1 molunun sintezi zamanı ayrılan suyun qramla kütləsinə, deməli, burada 820 peptid rabitə varsa, 821 amin turşusu var və digər tərəfdən 820 mol su var. Suyun molekulu, yəni molu, peptid rabitənin sayına bərabərdir. 820 mol su qramla ifadə eləməyi bizdən deyir. Vururuq 18-ə. Deməli, 810-u 18-ə vuranda eləyir 14.760 qram su. Və digər tərəfdən bizə deyir ki,
DNT molekulunda 380 adenin nukleotidi var. Adenin bərabərdir 380. Deməli, timin də 380-dir. Və biz burada guaninlə sitozinin sayını hesablayırıq. Əgər nukleotidin sayı 14760-dırsa, 14760-dan çıxırıq, 380 burada, 380 burada, 760-ı bərabərdir 14000. Deməli, guanin və sitozinin sayıdır, birlikdə cəm edim. Və bizdən deyir ki, guanin və sitozin arasındakı hidrogen rabitələrinin sayını istəyir. Bu o deməkdir ki, 14000 guanin sitozin varsa 7000 guanindir, 7000-i də sitozindir. Və bu 7000-i vururuq 3-ə. 21000 guanin və sitozin arasında olan hidrogen rabitəsidir. Digər tərəfdən bütün hidrogen rabitələrini soruşur. Bütün hidrogen rabitəsi də bərabərdir 1476 nukleotidin üzərinə gəlirik guaninin sayını 7000'i 60'dır burada 760 7000'i gələndə eləyir 21760. Cavabımız A variantı. 172-ci sual. Yaşıl bitkinin üzərinə işıq düşdükdə aşağıdakılardan hansı daha əvvəl baş verər? Oksigenin ayrılması, karbohidratların sintezi, bu qaranlıq mərhələdir. Sonra hidrogen protonun elektronla birləşməsi, ATF sintezi və potensiallar fərqinin böhran səviyyəsinə çatması. Yox, oksigenin alınmasıdır ki, OH ionları birləşərək su və oksigen əmələ gətirirlər. Bu ilk öncə baş verir. 73-cü sualda yaşıl bitkinin üzərinə düşən işığı söndürsək, aşağıdakılardan hansı daha əvvəl baş verər? Deməli, tənəffüs dayanacaq, yox. Karbohidratların sintezi dayanacaq. Karbon qazının udulması dayanacaq. ATF-in sintezi dayanacaq və oksigenin ayrılması dayanacaq. Oksigenin ayrılması dayanacaq, çünki fotosintez prosesi dayanacaq işığı söndürdüyümüz üçün. Ona görə cavabımız Y variantı. 174-cü sual. Sürətlə qaçan bir adamın əzələ hüceyrəsində glikozanın, süd turşusunun və fermentin miqdarının zamandan asılı olaraq qrafik hansı ifadə düzgündür? Deməli, glikoza parçalanacaq. Buna görə glikozanın zaman keçdikcə miqdarı azalacaq. Sonra, ikinci, süd turşusunun glikoza azaldığına görə süd turşusunun miqdarı artır. Fermentin miqdarı isə olduğu kimi qalır, dəyişmir. Cavabımız C variantı. 175-ci sual. Əgər fotosintez zamanı sintez olunan üzvü maddənin malik olduğu enerjini Y ilə işarə etsək, Y vurulsun 100 ifadəsini soruşur bizdən. Yarpaq səthinə düşən günəş enerjisinin miqdarıdır. Çünki yarpaq səthinə düşəndə günəş enerjisinin 1%-dən istifadə edirlər. Əgər Y vurulsun 100-ü soruşursa bizdən, o zaman günəş enerjisinin miqdarını istəyir. 176-da. Deməli, əgər bitkinin yarpaq səthinə düşən günəş enerjisinin miqdarını Y ilə işarə etsək, Y bölünsün 100. Bayaqki sualın əksidir. O zaman fotosintez zamanı istifadə olunan üzv maddənin malik olduğu enerjidir bu. 177-ci sual. Deyir ki, mRNT-nin amin turşuları kodlaşdıran hissəsinin orta molekul kütləsinə əsasən, onun kodlaşdırdığı zülalın orta molekul kütləsi hansı düsturla ifadə olunar? Amin turşusu kodlaşdıran hissənin orta molekul kütləsi əsasən onun zülalın orta molekul kütləsi. Deməli, bir nukleotidin kütləsi 300-dür. Zülal bir amin turşusu isə 3 nukleotidin birləşməsindən əmələ gəlir. Ona görə bir triplet kütləsi 900 qramdır. İndi bizdən bu tripletə əsasən hesablama
Bir dəqiqə bir də oxuyum. Tripletə əsasən hesablama aparacaq. Ona görə mRNT-nin kütləsini böləcəyik 900-ə nukleotidin və vuracaq 110-a. Cavabımız B variantı. 178-ci sual. Oksigenli parçalama zamanı buraxılan karbon qazının miqdarı ilə udulan oksigenin miqdarı arasında hansı qrafik düzgün verilib, düz mütənasibdir? %79-cu sual. DNT molekulunda ölçüsü adenin nukleotidinin ölçüsünə bərabər olan nukleotid olmasaydı, yəni adenin ölçüsünə bərabər olan guanindir və bu guanin yoxdursa, molekulunda söhbət gedir. Deməli, bunun qarşısında sitozin nukleotidi dayanır və guanin yoxdursa, sitozin də yoxdur və bu molekul adenin və timindən ibarətdir. Üzünü köçürmə prosesində neçə növ azotlu əsas iştirak edərdi? Üzünü köçürmə, yəni transkripsiyadan söhbət gedir. Bu zaman ancaq adenin və timin olduğuna görə nukleotidlər, qarşıdakı mRNT-sində də bunun komplementarları olacaq. Urasil və adenin nukleotidi dayanacaq. Və bizdən azotlu əsas dediyinə görə 3 növ azotlu əsas iştirak edir. Urasil azotlu əsası, adenin və timin. 180-ci sual. Amin turşlarını kodlaşdıran 280 nukleotiddən ibarət, 240 n bərabərdir 240 nukleotiddən ibarət bir qələb əsasında baş verən zulal translyasiyasına maksimum nə qədər vaxt sərf olunar? Maksimum dediyinə görə, deməli 5 amin turşusu minimum sürətlə qoşulub zəncirə 1 saniyə. 240-ı x bərabərdir 240 bölünsün 5-ə. Buradan bunu 5-ə böləndə deməli 48 nukleotiddir. Mən nukleotidi bölməliydim amin turşusuna. Bir dəqiqə burada bölürük 3-ə 80 amin turşusu. Burada da 80 yazmalıyam. 80 amin turşusu bölürəm 5-ə. 80-i 5-ə böləndə 16 saniyə. Diqqətsiz oxudum o hissəni. 16 saniyə. İndi deyir ki, bu zülalın orta nisbi molekul kütləsi neçəyə bərabərdir? 80 amin turşusu tapmışdı. 80-i də vururuq amin turşusunun kütləsinə. Deyir 8800. Cavabımız A variantı. 181-ci sual. Translyasiya, transkripsiya verib bizə. Deməli, bunların uyğunluğunu istəyir. Deyir ki, mitoxondri və plastidlərdə baş verir. Həm transkripsiya, həm translyasiya burada baş verir. Deməli, ikisində də. RNT-nin hər 3 növü sintez olunur. Bu, transkripsiya zamanı baş verir. Ribosomlarda baş verir translyasiya. 3. Bilavasitə DNT-nin iştirakı ilə baş verir. Bu da transkripsiyadır. RNT-nin hər 3 növü iştirak edir. İştirak edirsə, bu artıq deməli aiddir X-ə. 6. Polimer maddələr əmələ gəlir. Polimer hər ikisində əmələ gəlir. 6. 1, 6, 1, 6, 2, 4, 3, 5. Cavab D variantı. 182. Eukaryot canlının mRNT-sində yalnız DNT-yə məxsus olan
RNT-yə məxsus olan, DNT-də olmayan azotlu əsasa malik nukleotidlə başlayan neçə növ triplet amin turşularının kodlaşdırılmasında iştirak edir? Deməli, mRNT-də yalnız RNT-yə xas olan, DNT-də olmayan azotlu əsasa malik nukleotid, yəni urasillə başlayanı deyir bizə. Urasillə başlayan 16 triplet var və bunların neçə növ triplet amin turşusunun kodlaşdırılmasına iştirak edir deyir. UAA, UQA və UQAQ. Bunlar kodlaşdırılır. Deməli, 16-dan çıxırıq 3-ü, bərabərdir 13. 13-ü isə kodlaşdıracaq. Cavab D variantı. 183-cü sualda. Deməli,